Yox. O tapşırıq aldı konkret ki, Çinlə Pakistandan keçən orta dəhliz dayandırılmalıdır. Baxın, mən belə bir misal çəkəcəm, tam aydın olacaq. İngiltərə Kraliçasının məktubu ilə Çin Azərbaycandan keçən İpək yolu Toxtamış xana və digər müsəlman xanlarına göndərilən məktublarla dayandırıldı. Birinci hissə. İkinci hissə Türkmənistan-Gürcüstan müharibələri, müqavilələri ilə Rusiya bu tapşırıq gəldi İngiltərədən. Bu dərin tarixdir. Bu bölgələrdə bu dövlətlərin maraqları dəyişmir, illər dəyişsə də. Bu bir sifarişdir. Bu Pakistana qarşı bir sifarişdir. Çinə gözdağı verməkdir. Digər sizin sadaladığınız təbii ki, dəstəkdir Pakistana. Deməli, bu Çini proseslərə qatmaq məqsədi güdürdü. Və sizcə qatılacaqmı açıq şəkildə? Dəstək ola bilərmi Çin? Yoxsa o qədər genişlənməyəcək proseslər? Çin Avropadan kənardan idarə etmə oyunu çox gözəl öyrənir. Çin bu müharibədə fiziki olaraq ictimaiyyətə göstərmədən, yəni göstərici olmadan iştirak etməyəcək. Ancaq birbaşa Çin bu iqtisadi dəhlizin saxlanmasında bu rolu oynayacaq. Və bu maraqları mən geniş şəkildə insanlara başa salmaq istəyirəm ki, bugün Çin Pakistana nə qədər maraqlıdırsa, Azərbaycan dövləti də bir o qədər maraqlıdır. Bugün bizim kimlərlə mübarizə apardığımız, hansı qüvvələrlə mübarizə apardığımız, bax, Çinlə Hindistanın müharibəsinin nümunəsindədir. Burada çox böyük qlobal güclərin, baxın, bu müharibədən az öncə Hindistana hansı dövlətlər səfər etdi? Hansı dövlətlərin biz gördük ki, Çinin raketləri burada istifadə olundu. Biz İsrailin də raketləri və silahlardan Hindistan tərəfindən Pakistana qarşı istifadəsini görəcəyik. Eyni prosesdir. Siz bir qədər öncə Hakan Fidanın dəstəyini vurğuladınız. Mən yeri gəlmişkən elə Rəcəb Tayyip Ərdoğanın dəstəyini də vurğulamaq istəyirəm. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Pakistanın baş naziri Şahbaz Şərifə zəng edib. Telefon danışığı zamanı Ərdoğan Pakistana dəstəyini ifadə edib. Bəli, dediyimiz kimi böyük güclərdir. Türkiyədə, Çində, Pakistanın yanındadılar. Biz də öz dəstəyimizi veririk. Biz də öz dəstəyimizi bildiririk. Dost ölkəmiz olan Pakistana ümid edirik ki, tezliklə bu münaqişə bitəcək və daha ölümlərin sayı çox olmadan bu necəsə diplomatik yolla həll olunacaq. Bəs bu addımlardan sonra diplomatik yola artıq bir şans qalırmı? Diplomatik danışıqlar baş tuta bilərmi? Çox qısa olaraq. Şans ancaq Türkiyənin və Çinin, eləcə də Rusiyanın bura marağına təqdim edir. Ən böyük rolu burada Türkiyə oynayacaq. Bir misal çəkirəm nümunə ilə. Əfqanistanla İran arasında olan qısa müddətli müharibəni. Yəni ki, məsələ bundan ibarətdir ki, burada Türkiyənin müdaxiləsi məsələni düzgün, ədalətli şəkildə tərəzi istiqamətində həll edə bilər. Ancaq sizin bir ifadəniz oldu ki, az bir itki ilə bu ərsəyə gələcək. Amma mən qeyd edirəm ki, az bir itki ilə olmayacaq, müharibə 10 gün və 1 ay müddətində çəkə bilir.